Bugün Rusiya İdman Mətbuatının Qarabağın Çempionlar Liqasındakı uğuruna necə baxdığına qısaca nəzər salırıq. Deməli, Rusiyanın tanınmış Sovetski Sport qəzeti var, düzdür? Onlar Qarabağın Avropadakı çıxışını demək olar ki, bir fenomen adlandırıblar və bu işin arxasında nəyin dayandığını araşdırıblar. Birincisi və yəqin ki, ən önəmlisi, stabillik. Məqaləyə görə uğurun əsas səbəbi 18 ildir komandanı çalışdıran Qurban Qurbanovun dəyişməz oyun fəlsəfəsidir. Bilirsiniz, komanda heç kimdən çəkinmir. Hətta Chelsea kimi bir divə qarşı belə qapıya qapanmır. Əksinə, topu ələ keçirən kimi dərhal 3 hücumçu ilə cəsarətli 4-3-3 sxeminə keçir. İkincisi, bu uğur tək bir adamın işi deyil. Məqalə vurğulayır ki, söhbət hansısa ulduzdan getmir. Əksinə, əsl komanda ruhundan gedir. Yəni, heyətdə ideal bir yaş balansı var və oyunçular bir-birini mükəmməl şəkildə tamamlayır. Və nihayət, üçüncü məqam əslində futboldan daha geniş bir mənzərəni göstərir. Nəşr klubun bu yüksəlişini birbaşa Azərbaycanın ümumi inkişafı ilə bağlayır. Müasir infrastrukturu, xüsusən də Tofiq Bəhramov stadionunu xeyli tərifləyirlər. Bir sözlə, Sovetski Sporta görə Qarabağın hekayəsi təsadüfi bir uğur deyil, illərin strategiyasının və ölkədəki ümumi inkişafın məntiqi bir nəticəsidir.